JavaScript data tiplərdən ibarət olan dinamik tipli proqramlaşdırma dilidir. Bu dildə dəyişənlərin tipi əvvəlcədən təyin olunmur və qiymətə görə avtomatik müəyyən edilir. JavaScript-də iki əsas kateqoriya vardır. Biri primitiv, yəni sadə tiplər. Bunlara string, number, boolean, undefined, null, begin və symbol daxildir. Non-primitiv, yəni referans tiplərə object, array və function. Array və function obyektin bir tipi sayılır. Yəni bu üçlü birlikdə non-primitiv, yəni referans tip sayılır. Referans tip nədir? Referans tip JavaScript-də məlumatın ünvan, yəni memory üzrə saxlanılması deməkdir. Burada memory kompüterin məlumatı saxladığı yer kimi təsəvvür etmək olar. Yəni kompüterin yaddaşı rolunu oynayır. Yəni biz dəyər yazırıq, hər hansısa bir dəyər yazırıq və bu dəyər kompüterin hər hansısa bir hissəsində saxlanmış olur. İndi biz primitiv tiplərdən string metodları ilə tanış olacağıq. Növbəti dərsimizdə artıq string metodlarını öyrənmiş olacağıq.